Salam əzmənlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orucova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın suallarımızın izahına baxırıq. Lakin sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, bir qrupun tələbələri eyni vaxtda kitabxanadan kitab almağa getdilər. Onlar kitabları 5-5, 7-7 və 8-8 alsalar, hər 3 halda kitabxanada 3 kitab artıq qalar, kitabxanada ən azı neçə kitab ola bilər? Baxın. Nəzərə alsaq ki, bu 3 kitab artıq qalmaz. O zaman bu kitabların sayı elə bir ədəd olmalıdır ki, həm 5-ə, həm 7-yə, həm də 8-ə tam bölünsün. Həm 5-ə bölünsün, həm 7-yə bölünsün, həm də 8-ə. Deməli, bunların əkobunu axtarırıq biz. Yazıram, əkob, burada 7, 8, 5, 7, 8 yazaq. Deməli, 5, 7, bir də 8. Baxın, bu ədədlər üçün əkob tapanda 5 ilə 7-nin əkobuna bir baxırsınız. 5 və 7 ardıcıl tək natural ədədlər olduğu üçün qarşılıqlı sadədir. Deməli, onların əkobu elə hasillərinə bərabərdir. Yəni 35-ə. Sonra isə baxırsınız 35 ilə 8-ə. 35 ilə 8 də qarşılıqlı sadə ədəd olduğu üçün onların deməli əkobu elə öz hasillərinə bərabər olmuş olur. 35 dəfə 8, bunun da cavabı 280 olmuş olur. Baxın, həm 5-ə, həm 7-yə, həm də 8-ə bölünən ədəd tapdıq. Amma bu deyir ki, hər dəfəsində 3 kitab artıq qalır. Ona görə 280-in üstünə 3-ü gəlirsiniz. Düzgün cavab 283 kitab olmuş olur. Testimizin doğru variantı olur C bəndi. C bəndi C variantı. Keçək növbəti suala. Baxırıq burada ikinci sual. Deməli, ikinci sual deyir ki, düzbucaqlı trapesiyanın daxilinə çəkilən çevrə trapesiyanın yan tərəfini 2 və 8 cm olan iki parçaya bölür. Buna əsasən trapesiyanın perimetrini tapın. Deməli, bir çevrəmiz var və bu çevrənin xaricində də düzbucaqlı trapesiya var. Və bu çevrənin xaricində də düzbucaqlı trapesiya var. Baxın, bu düzbucaqlı trapesiyanın, yəni təsəvvür edin ki, bu hissəsi yoxdur. Baxın, bu hissəsi deyək ki, yoxdur. Aha. Bu düzbucaqlı trapesiyada bizə deyir ki, həmin bu çevrə yan tərəfi 2 və 8 cm olan hissələrə bölür. Bax, bura 2-dir, bura 8-dir. Biz buna çevrəyə toxunan kimi baxsaq, bura 2-dirsə, burada 2 olacaq, bura 8-dirsə, bax, bu hissəyə qədər olan yerdə 8-ə bərabər olmuş olacaq. İndi digər tərəfdən, buradan bura qədər olan hissə axı bizdə 2 cm bərabərdir. Bax, fikir verin. Biz burada, əgər trapesiyanın hündürlüyünü çəksək, və bu hündürlüyə paralel olan çevrədən keçən belə bir düz xətti çəksək, bax diqqətlə, bura 2-dirsə, onda bu parça da 2-dir. Bütöv 8 deyildi, 8-dən 2-ni çıxırsınız, bura olur 6. Digər tərəfdən 2 və 8 toplayanda 10-a bərabər olur. Deməli, bunun bu yan tərəfi olur 10. Axı, biz buradan hündürlüyü endirmişik. Burada diqqətlə Pifaqor ədədlərinə baxsaq, 10, 6. Nə çatışmır? 8 çatışmır. Deməli, bax, bura 8-dir. Bura 8-dirsə ümumilikdə, onda bu deməli, düzbucaqlı trapesiyanın buradakı yan tərəfi də 8-dir. O zaman 8 və 10 ikisi bir yeri toplayanda qarşı tərəflərin cəmi 18 eləyir. Niyə görə qarşı tərəflərə baxdım? Çünki trapesiyanın daxilinə çevrə çəkilibsə, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Yəni, burada bu kiçik oturacaqla da böyük oturacaqla cəmi nəyə bərabər olmuş olacaq? 18-ə bərabər olmuş olacaq. Bizdən də perimetri istədiyinə görə 18 və 18-i toplayırsınız. Testin düzgün cavabı 36 cm alınmış olur. Yəni, doğru cavabımız olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada üçüncü sual. Deməli, üçüncü sualı deyir ki, x manata satılan telefon 30% qazancla 2x deməli, çıx 420 manata satılarsa, bu telefon 30% ziyanla neçə manata satılar? Bax, diqqətlə baxın, 30% qazancla 2x çıxılsın 420, yəni bu bunun ardıdır da. X manata satılan telefon. Əgər x manata satılırsa, bu öz deməli 100% qiyməti ilə satılır. Yox, 2x çıxılsın 420 manata satılarsa, 2x çıxılsın 420 manata satılarsa, onda 30% qazancla satılmış olur. Yəni 130% ilə satılmış olur. Çünki normal qiyməti 100-dürsə, 30% qazancı olursa, deməli 130% ilə satılmış olur. İndi biz bunları çarpaç şəkildə vursaq, deməli 130 vurulsun x bərabərdir 2x çıx 420 vurulsun 100-ə.
Buradan hər tərəfdən sıfırları aparsaq, 13x bərabərdir. Baxın, bu 10 ədədini vurub mötərizəyə açıram. Olur 20x çıxılsın 4200. Və buradan 20x-dan 13x-i çıxıram. 7x bərabərdir 4200-dürsə, tapıram ki, buradan x 600-ə bərabər olmuş olur. Baxın, x oldu 600. İndi bizə deyir ki, bu telefon 30% ziyanla neçə manata satılır? Bu onsuz da onun öz qiymətidir də. 30% ziyanla satılırsa, deməli 70%-ə satılır artıq. Ona görə siz 600 ədədinin 70%-ni tapmalısınız. Vurmalısınız 70-ə, bölməlisiniz 100-ə. Elə 600 100-ə böləndə 6 dəfə 70, 420 manat alınmış olur. Yəni, 3-cü sualda testimizin düzgün cavabı olur 420 C bəndi. Keçək növbəti suala. Baxırıq burada 4-cü sual. 4-cü sual deyir ki, 12 yük maşını qumun 9-da 5 hissəsini 15 saata daşıyır. 18 yük maşını qumun 6-da 5 hissəsini neçə saata daşıyır? Deməli, burada hansı sxemdən istifadə edirik? Bax, işçi sayı, yəni 12 yük maşını. Sonra görülən iş, yəni işin 9-da 5 hissəsini. Daha sonra isə zaman neçə saatı yerinə yetirir? Yazırıq ki, 15 saata yerinə yetirir. Bəs görəsən 18 yük maşını bu qumun 6-da 5 hissəsini, bu görülən işdir, neçə saata yerinə yetirər? Bilmirəm, x saata yerinə yetirmiş olar. Onda əgər işçi sayı, görülən iş və zaman sxemi verildi, cədvəli qrafik verilibsə, onda siz nə etməlisiniz? Çarpaz vurma qaydasını istifadə etməlisiniz. 12-ni vurursunuz 6-da 5-ə, onu vurursunuz 15-ə. 12 vurulsun 6-da 5, onu da vurursunuz 15. Bərabər olmalıdır. 18 vurulsun 9-da 5-ə, o da vurulsun x-ə. Burada 12-nin 6-nı ixtisar aparırıq 2 dəfə. Daha sonra 18 ilə 9-u ixtisar aparırıq 2 dəfə. Elə bu 2 ilə bu 2 ixtisar gedir. Bu 5 ilə də bu 5 ixtisar gedir. Görürsünüz, hər şey necə rahat ixtisar getdi. X də bərabər oldu nəyə? 15-ə. Deməli, neçə saata daşıyar? Düzgün cavab 15 saata daşımış olar. Testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq burada 5-ci suala. 5-ci sual deyir ki, x bərabərdir 3-cü dərəcədən kök altı 6 üstəgəl 2 olarsa, bax bu ifadənin qiymətini tapmalı. Gəlin biraz sadələşmə aparaq. Bu 2-ni keçirdirsiniz digər tərəfə və işarəsini dəyişir. Olur x çıxılsın 2 bərabərdir 3-cü dərəcədən kök altı 6. Bayaqda saxlayın ki, həmişə kökdən xilas olmaz. Deməli, bərabərliyin hər iki tərəfini 3-cü dərəcədən qüvvətə yüksəldirik. O zaman x çıx 2-nin kubunu müxtəsər vurma düsturu kimi açırıq. Olur x-in kubu çıxılsın 6x kvadrat üstəgəl 12x çıx 8 bərabərdir. Burada da 3-lər gedir, kök itir, qalır 6. Və x-in kubu çıx 6x kvadrat üstəgəl 12x bərabərdir 6 üstəgəl 8. Yəni 14 alınmış olur. Bax, diqqətlə baxsaq, bu ifadə x kub çıx 6x kvadrat üstəgəl 12x. Bax, burada var. Deməli, bunun cavabı 14-dür. 14-dən də 4 çıxanda testimizin doğru cavabı 10 alınmış olur. Doğru cavab olur D bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, A parametrinin hansı qiymətində verilən bu tənliyin sonsuz sayda həlli var? Tənliyin sonsuz sayda həlli olmağı üçün, xətti tənlikdə belə düşünün, A da B də 0 olmalıdır. Amma əvvəlcə bu tənlik sadələşməlidir. Bunun üçün nə edirik? Vurub açırıq. Gəlin vurub açaq. Vurub açanda olur belə. 5A üstəgəl 5x çıx 4 bərabərdir. A-nı vururam, olur 15AX çıx 7A. İndi A-ları bir tərəfə yığaq, ədədləri bir tərəfə. Baxın, olur 5x çıx 15AX. Bu da bərabərdir. Mənfi 7A, bu da keçir digər tərəfə mənfi 5A. Edir mənfi 12A. 4-ün qiyməti isə işarəsini dəyişir, üstəgəl 4 olur. Buradan x-in mötərizə xaricinə çıxartsaq, olur 5 çıxılsın 15A. Bərabərdir. Bura olduğu kimi qalır. Mənfi 12A üstəgəl 4. İndi burada biz dedik ki, A da B də 0 olmalıdır. Bax, x-in əmsalı bu hissədir. Yəni, bizim üçün A-nı bildirən buradır. Bura nə olmalıdır? 0 olmalıdır. Yazırsınız ki, 5 çıxılsın 15A bərabərdir 0-a. 5 bərabərdir 15A-ya. A da bərabərdir. Bu 5 bölünsün 15. İxtisar aparırıq. Düzgün cavab 3-də 1 almış olur. Bax, elə diqqətlə baxsaq, bu 3-də 1 qiymətində digər tərəf, yəni bərabərliyin sağ tərəfi də 0-a çevrilirmi? Bəli, çevrilir. Ona görə deyirsiniz ki, A parametrin hansı qiymətində? Düzgün cavab 3-də 1 qiymətində. Testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq burada 7-ci suala. 7-ci sualda bizə deyir ki, atanın yaşı ananın yaşından 5 vahid, ananın yaşı oğlunun yaşından 22 vahid böyükdür.
Deməli, bir ata var, bir ana var, bir də oğul var. Aralarında ən kiçik, yəni ən balacası kimdir? Oğul. Buna görə oğulun yaşına deyirik x. X ilə işarə edək. Ananın yaşı oğuldan 22 vahid böyük. Deməli, ana olur x üstə gəl 22. Atanın yaşı isə ananın yaşından 5 vahid böyükdür. Ananın yaşının üstünə 5 gəldirik. Bu da olur x üstə gəl 27. Deyir 5 il sonra, bax fikir verin, 5 il sonra nə baş verəcək? Hər bir, yəni ata da, ana da, oğul da hər biri 5 yaş böyüyəcək. Oğul olacaq x üstə gəl 5, ana 5 yaş böyüyəcək, olacaq x üstə gəl 27, ata 5 yaş böyüyəcək, olacaq x üstə gəl 32. Və bizə deyir ki, bu zaman ata oğlundan 2 dəfə böyük olacaq. Yəni atanın yaşı x üstə gəl 32. Nəyə bərabərdir? Oğulun yaşından 2 dəfə böyük. Yəni 2 vurulsun, x üstə gəlsin 5-ə. İndi hesablasaq, x üstə gəl 32 bərabərdir. Vururam, 2x üstə gəlsin 10. 2x-dən x-i çıxanda x bərabərdir. 32-dən də 10 çıxanda düzgün cavab 22 almış olur. Əgər x-in cavabını 22 tapdımsa, bizdən tələb etdiyi atanın indi neçə yaşı var? Bax, bu hissəni soruşur. Onu gətirib yerinə, x-in yerinə 22 yazanda 22 üstə gəl 27, düzgün cavab 49-a bərabər olmuş olur. Testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci sual. 8-ci sual deyir ki, ABCD kvadratı 25 bərabər kvadrata bölünüb. YAD bucağı alfa, ADY bucağı beta olarsa, tangens alfa üstə gəl kosinus betadan tapmalıyıq. Birinci növbədə, bax, buradan bura qədər damaları saysaz 4 vahiddir. Bura 2-dir, burada 3-dür. Deməli, qeyd edirəm. Bura 4-dür, bura 2-dir, burada 3-dür. Tangens alfanı tapan zaman bizə qarşıdakı katetlə bitişik katet lazım olur. Yazıram, tangens alfa bərabərdir. Qarşıdakı katet 4-dür, bitişik katet 2-dir. 4-ün 2-yə nisbəti olur 2. Amma kosinus betadan tapanda artıq bizə burada hipotenuz lazım olacaq. Ona görə gəlin tapaq. 3, 4, bura isə 5-ə bərabər olmuş olur. 3, 4, bura isə 5-ə bərabər olmuş olur. Kosinusu tapanda isə, baxın, yəni kosinus betadan tapanda bitişik katetin hipotenuza nisbəti götürülür. Yəni 3 bölünsün 5. Bu da bərabərdir 0,6-ya. Bizdən ikisinin də cəmini soruşursa, 2 ilə 0,6-nı toplayırsınız. Düzgün cavab 2,6-ya bərabər olmuş olur. Yəni testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 9-cu suala. 9-cu sual deyir ki, A üstə gəl B böl 4 bərabərdir. A vur B böl A üstə gəl B olarsa, bu ifadənin qiymətini tapmalıyıq. Çarpaz vururam. A üstə gəl B-ni, A üstə gəl B-yə vururam. Olur A üstə gəl B-nin kvadratı bərabərdir. 4-ü vururam AB-yə, olur 4AB. Bu 4AB-ni keçirirsiniz digər tərəfə və avtomatik köməkçi müxtəsər vurma düsturu yaranmış olur. A üstə gəl B kvadrat çıx 4AB bizə A çıx B-nin kvadratını verir. Bərabərdir 0-a. Əgər kvadratı 0-dırsa, onda A çıx B-nin özü də 0-a bərabər olmuş olur. B-ni keçiririk digər tərəfə. Tapırıq ki, buradan A B-yə bərabər olmuş olur. Deməli, bu ifadədə hardakı A görürsünüz, yerinə B yazırsınız. Bax, bura B yazırsınız, bura B yazırsınız. 2B üstə gəl 3B olur 5B. 2B çıxılsın B olur 1B. Bu B'lər ixtisar gedir. Düzgün cavab 5-ə bərabər olmuş olur. Yəni testimizin doğru variantı olur Y bəndi. Nəhayət keçək növbəti suala. Baxırıq 10-cu suala. Deyir ki, perimetrlər cəmi 126 cm, nisbəti isə 3/4 olan iki oxşar çoxbucaqlıdan kiçiyinin perimetrini tapın. Hazır bizə nisbət verilibsə, deməli birincinin perimetrini 3x, digərin perimetrini 4x göstərəcək və perimetrlər cəmi 126-ya bərabər olmuş olacaq. Buradan 7x bərabərdir 126-dırsa, x bərabərdir 126 bölünsün 7, yəni 18-ə bərabər olmuş olur. Əgər x 18-dirsə, bizdən bu oxşar çoxbucaqlardan kiçiyinin, yəni 3x-i hesablamağımızı istəyir. Biz də bunu hesablasaq, 3 dəfə 18, düzgün cavab 54-ə bərabər olmuş olacaq. Yəni 10-cu sualda testimizin düzgün cavabı olur A bəndi. A bəndi A variantı. Və belə, bu da bizim sınavımızın sonuncu sualının izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istərsinizsə, bax, ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.